Dünyanın birçok yerlərində qədim insan izlərinə, yaşayış məskənlərinə rast gəlinmişdi. Azərbaycan da qədim insanların yaşadığı ilk ərazilərdən biridir. Ölkəmizin əlverişli iqlimi insanların burada məskunlaşmasına şərait yaratmışdı. Şirin sulu çaylar, təbii mağaralar, zəngin bitki örtüyü və heyvanat aləmi ilk insanların yaşaması üçün əlverişli olmuşdu. Əvvəlcə insanlar ovçuluq və yığıcılıqla məşğul olmuş. Əsas qida ehtiyaclarını bu yolla ödəməyə çalışmışlar. Mağaralar insanların ilk evi hesab olunur. Onlar zəlzələ və vulkanlardan sonra qayalıqların içərisində yaranmış boşluqlardı. Zaman keçdikcə bu boşluqlar qədim insanların ilk sığınacaqlarına çevrilmişdi. İnsanlar ovladıqları heyvanları mağaralarda bişirir, soyuqdan, yağışdan, tufandan və vəhşi heyvanların hücumundan qorunurdular. Azərbaycanda ilk insanların yaşadığı ən qədim mağara Azıq mağarasıdır. Bu mağara Qarabağda, Xocavənd rayonu ərazisində yerləşir. Azıq mağarası Quruçay çayının sol sahilində, dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşir. Mağaranın girişi dərin yarğan açır. Bu da mağaranı su basma təhlükəsindən qorumuş və burada insanların yaşamasına şərait yaratmışdı. 1960-cı illərdə arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan ekspedisiyalar zamanı Azıq mağarası tədqiq edilmişdi. Müəyyən edilmişdi ki, bu mağara dünyanın ən qədim insan yaşayış məskənlərindən biridir. Qazıntılar zamanı mağarada yaşayan insanların istifadə etdiyi daş alətlər aşkar edilmişdi. Bu alətlərin bəzilərinin çəkisi 4-5 kiloqrama qədər olmuşdu. Onlardan iri heyvanların ovlanması zamanı istifadə edilirdi. Həmçinin qazıntılar zamanı mağarada ovlanmış heyvanların sümükləri tapılmışdı. Bu sümüklər arasında mağara ayısı, maral, qaban və kərgədan sümükləri də olmuşdu. Azıq mağarasından tapılmış ən qiymətli tapıntılardan biri insanın alt çənə sümüyüdür. Bu tapıntı Azıq adamı adlandırılmışdı. Alimlərin fikrincə, bu insan təxminən 350 min il əvvəl yaşamışdı və 18-22 yaşlarında gənc qadına aid olmuşdu. Bu tapıntı Azərbaycan ərazisinin Avropanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Mağarada ocaq izlərinin aşkar edilməsi Azıq sakinlərinin odla tanış olduğunu göstərir. Od qədim insanların həyatında mühüm rol oynamışdı. İnsanlar əvvəlcə odu təbiətdən əldə etmiş, ildırım çaxması zamanı yanan ağac kötüklərindən istifadə etmişlər. Sonralar isə odu süni şəkildə əldə etməyi öyrənmişlər. Od insanları soyuqdan və vəhşi heyvanlardan qorumuş, qida bişirməyə imkan yaratmışdı. Ocağın qorunması üçün insanlar müəyyən hesablamalar aparmış. Ocağın sönməməsi üçün gecə nə qədər odun atılmalı olduğunu müəyyən etmişlər. Bu da onların düşüncə qabiliyyətinin inkişaf etdiyini göstərir. Qədim insanların həyatının izləri Qobustanda da aşkar edilmişdi. Qobustan Bakı şəhəri yaxınlığında yerləşir. Qədim dövrlərdə bu ərazinin bitki örtüyü və heyvanlar aləmi zəngin olmuşdu. İnsanlar burada balıq ovlamış, quru ərazilərdə isə ceyran, maral, qaban və vəhşi ötüz ovlamışlar. Qobustanda qayalar üzərində çəkilmiş rəsmlər, qaya üstü təsvirlər tapılmışdı. Bu təsvirlərdə ov səhnələri, heyvan fiqurları və yallı rəqsi əks olunmuşdu. Bu rəsmlər vasitəsilə qədim insanların həyat tərzi, məşğuliyyətləri və bacarıqları haqqında məlumat əldə edilir. Qobustanda tapılan maraqlı tapıntılardan biri də qavaldaş adlanan daşdır. Bu daşdan həm musiqi aləti, həm də məişət əşyası kimi istifadə edilmişdi. Alimlərin fikrincə, bəlkə də qədim insanların ilk musiqi səsləri məhz bu daşın ətrafında yaranmışdı. Qobustan qayalarında günəş təsviri olan qayıq rəsmləri də aşkar edilmişdi. Bu təsvirlər qədim insanların dənizçilik haqqında təsəvvürlərə malik olduğunu göstərir. Qobustan bugün UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi və Azərbaycanın qədim tarixinin canlı şahididir.